Ayıqsanacağız. Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U16 liqası, 16 nə idi? U10 liqası turun mərkəzi prinsipial görüşünü sizlərə təqdim edirik. Qarabağ Neftçi 5-ci turdur. Bu iki komandanın istənilən yaş qrupu istər U8 liqası olsun, istərsə də Premier Liga oyunları olsun. Bu iki komandanın oyunu həmişə maraq böyük olub. Bugün də bugünkü oyuna maraq böyükdür. İnanırıq ki, hər iki komanda futbol adına layiqli oyun izləyəcək. Neftçi komandası mərkəzdən topu oyuna daxil edir. Komandalar oy dərhal erkən hesab açıla bilər. Telman Rəcəbli Realdə pressing təqdim etmişdi. Bu epizodda hər şey Neftçi üçün yaxşı qurtarır. Komandaların heyətləri belədir. Qapıda bir nömrə ənənə uyğun olaraq qonaq komandadan başlayırıq. Fatih Camalov, 2 Səid Muxtarlı, 3 İbrahim Namazov, 7 Atanur Əliyev, 8 Yusif Cəfərzadə, 9 Fəzali Əlizadə, 11 Əkrəm Kərimli, baş məşqçi Tural Lətivov. Digər futbolçular 12 qapçıdır. Yunis Babayev 4, Eldar Tarverdiyev 17, Yusif Mustafalı 18, Osman Vəliyev 10, kapitan Raul Rəşidov 14, Ədalət Hacızadə 21, Edmir Fərəcli 5 nömrə, Sənan Məmmədov 16, Məhəmməd Rəhimli 6, İmran Məmmədli. Bu Neftçi komandasının bugünkü oyundakı iştirak ərzəsi. Gəl Neftçi komandasının hücumuna baxaq. Yusif sağ cinaqdan sürətlə irəliyərək ki, onun qarşısını kəsən yox idi, amma top meydanı tərk edir. Qarabağda 1 nömrə İbrahim Səfərli, 9 Musa Mədətli, 11 Əli Abbaslı, 13 Murad Bağırov, 14 Hüseyin Hüseynov, 18 Telman Rəcəbli, 19 Ramiz Süleymanlı, baş məşqçi Eltun Xudatatov. Digər futbolçular qapçıdır. Qarabağın sol cinahdan hücumu top meydanı tərk edir. 99 Aydın Qurbanov 6, Nicat Zamanlı 15, Cavid Kərimov 10, Rəsul Məhrəmov 22, Nicat Nuri 7, İshak Aydınov 8, Harun Rəhimovdur. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Neftçi komandası sağdan hücum qurmağa çalışacaq. Telmanın qarşısını Atanur almağa çalışır. Atanur topladı. Yenidən Telman burada böyük əzimkarlıq göstərərək topu almağa çalışırdı, amma Səid yenidən komandası üçün topu qazanır. Hüseyin bir qədər geriyə oynuyor. Əli Abbaslı qapçı İbrahimə qədər top gəlib çatır, əldə pressing var da Əkrəm Kərim də topu rəqibdən almağı bacardı. Murad buna imkan vermir, hücumun böyüməsinin qarşısını kəsir. Fəzali qaydanı pozur hakim. İbrahim topu irəli vurur. Telman. Səid bu dəqiqələrdə yaxşı oyunla yadda qalır. İləriyə doğru ötürmək Neftçi komandası sağdan. Yusif topu meydanda saxlaya bilir, amma Musa üçün sona qədər oynayır. Afərin Yusif burada. Sona qədər mübarizə var. Neftçi Qarabağ futbolçuları Telman Rəcəbli qapçı özümüz qapıya yox. Fatih Camalov səhvli keçilməz olur. Camalov topu irəli vurur. Yusif istiqamətinə çox uğurlu bir ötürməkdir. Yusif geriyə oynuyor. İbrahim. İbrahim top bitirmək fikrində deyildi. Fatih Camalov. Neftçi komandasının bir nömrəli qapçı. Fəzail. Yerdə qalsa da hakim devam işarə. Hakim isə təqdim etmə Neftçinin bu hücumundan sonra Fəzailə qarşı qayda pozuldu. Hakim Gənc Toğrul İbadovdur, ona da hakimlik karyerasında uğurlar arzu edirik. Neftçi komandası cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Səid Muxtarlı qapıya zərbə, qapçı İbrahim topu əl araya qısa göstərərək qapıdan keçməsinə mane olur. İkinciden zərbə ilə Neftçi hücumunu devam etdirəcək. Yusif Cəfərzadə komandanın 8 nömrəli oyuncusu. Yusifdən içəriyə doğru ötürmə, qapıya zərbə. Səid Muxtarlı təhlükəli zərbə ilə yatdı qaldı. Cəlmə zərbəsindən Əli Abbaslı topu oyuna daxil etdi. Solda oynuyor, sağda oynuyor. Hüseyin Hüseynov. Hüseyin sürət hesabını rəqibinə keçməyə çalışırdı. Hakim davam dedi. Hüseynov geriyə oynuyor. Qapçı İbrahimə qədər top gəlib çatdı. Yenidən itibar ötürmələr, amma Neftçi top aldı. Qapıya zərbə, qapçı. Yusuf'un zərbəsindən sonra İbrahim Səfərli qapısında diqqətlidir. Onun üçün təhlükəli olmayan bir zərbə gəldi. Zərbə qüvvətlidir, amma İbrahim aldanmır.
Abbaslı, Neftçi, Fəzail burada az qala topu rəqibdən almağı bacaracaqdır. Qapıdan zərbə ilə top oyuna daxil edilməlidir. İbrahim Səfərli U11 liqalarında qapıdan zərbə zamanı top mərkəz xəttini keçməməlidir. Musa Mədətli soldan qapıya zərbə, qapçılar. İnanılmaz reaksiya Fatih Camalov. Görün nəyin qarşısını kəsir. İkinciden zərbə ilə hücum davam edəcək. Bir nömrədə qapçı harəkələr yaradır. Gözəl qurtarışla yadda qaldı. Musa Mədətli əla bir imkan qazanmışdı, amma Fatih səddi keçirilməz olur. Qarabağ futbolçuları ikinciden zərbə ilə çox maraqlıdır ki, hər iki oyunda ikinciden zərbə yerinə yetir içəriyə doğru mu qapçı. Topu yumruqlu hücumu davam edəcək. Qapı istiqamətdə Abili qapçı. Topu qaytarır və gol! Qarabağ gol vurur. Telman Rəcəb, Luka Toni sayağı gol sevinci yaşır. Yaşlı futbol azarkeşlərin çox yaxşı xatirindədir. Luka Toni gol vurarkən bu cür gol sevinciləri qeyd edir. Bugün isə Telman Rəcəbli onun yolunu getməyə çalışır. Ona futbolçu karyerasında uğurlar arzu edirik. Mərkəzdən Neftçi başladı. Fəzaildən çox gözəl hərəkət. Amma qolun müəllifi ona qarşı qaydanı pozmuşdu. Nicat Nuri ötürmə verməyə oyuncu axtarır əriyə doğru. Ötürmə qapıya zərbə, qapçı. Bravo qapçı. Fatih Camalov sanki qapıda Fatih yox, canlıca bu fon dayanıb. İtaliya komandasının əfsanəvi qapçısı. Altdan Nicat topu oyuna daxil edir. Görək Qarabağ futbolçuları Səid burada hücuma Atanur. Atanur bir rəqibinə keçdi, irəliyə doğru ötürmə indi. Tərs bir toxunuş və gol! Neftçi bərabərlik golunu vurur. Golun müəllifi ekranlara gəlir. Komandanın kapitanı az öncə ehtiyat oyuncular skamyasındaydı. İndi isə bərabərlik golunu vurur. Raul Rəşidov. Bugün meydanda həm Luka Toni var, həm də Raul var. Bərabərləşdirir hesabı. Nicat Nuri istədiyi kimi topu uzaqlaşdıra bilmir və beləliklə bərabərlik qolu vurulur. Nicat irəli oynuyor. Qarabağ komandasını yetdi. Bugün ikinci əfat. Qapı istiqamətindən zərbə Rəsul Məhərrəmov qapçı. Fatih Camalov bu dəfə də keçirilməz olur. Mən deyərdim ki, bugün Fatih ən gözəl oyunlarından birini keçirir. İkinciden zərbə ilə Qarabağ topu oyuna daxil edir. Atanur Neftçinin 7 nömrəsi keçdi rəqibini. Yusuf ötürmə gözür, ötürməyməz. Yusuf istiqamətində topu meydanda alt atışını geri yetirdilər. İleriye doğru Raul Rəşidov qapçının üstündür. Raul komandasını hesabdan çıxara bilər də qapçı. İbrahim yaxşı oynuyor. İbrahim Fatih duellərinin biz dəfələrlə şahid olmuşuq. Hər iki qapçı bugün möhtəşəmdir. Nicat zamanlı cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Yəqin ki birbaşa qapıya zərbə yox. Təhlükəli alınır və ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər. Bu möhtəşəm qarşılaşmanın ikinci hissəsi başladı. Tərəflər ilk hissədən sonra hərəyə bir gol vurdular. Telman Rəcəblinin qoluna Raul Rəşidov cavab verdi. İnanırıq ki, ikinci hissədə ilk hissədəki oyunun həyəcanını yaşayacaq. İlk hissədə iki komandanın hücumları yadda qaldı. Hüseynov burada hakim fikrinə görə qaydanı pozmadan rəqibdən top almağa bacarmış. Qarabağ Telman Rəcəbli topa yetişə biləcək. Çəriyə dört qapçı əla bir reaksiya göstərir. Fatih Camalov topun qarşısını kəsir. Amma Neftçi Qarabağ hücumu davam edir. Murad Bağırovun zərbəsidir. Komandanın 13 nömrəli oyuncusu Səid Muxtarlı cəlmə zərbəsindən topu oyuna daxil edəcək. İləriyə doğru ötmə, qapıya zərbə Atanur. İstədiyi toxunuş edə bilmir. Bugün meydanda hər iki komanda yaxşı oyunla yatdı. Hər bir oyuncu meydanın istənilən nöqtəsində yaxşı mübarizə aparır. Hər biri öz mövqeyinin ən yaxşısıdır. Oyunun ulduzunu seçmək mənim üçün bir qədər çətin olacaq, amma rubrika sadiq qalaraq bunu etməliyəm. Əla bir ötürmə indi. Qapıya zərbə və gol! Neftçi çox gözəl gol vurur. Məhəmməd Rəhimli. Amma burada Fəzailin ötürməsi süre qeyd olunsa, amma Raul topu necə buraxdı? Təkrara baxırıq. Sanki peşəkar futbolçular kimi. Buradan golun təkrarını izləyək. Fəzaildə ötürmə Raul çox səliqəli peşəkar şəkildə topu Məhəmmədə buraxır. Məhəmməd isə
bu ötürməni qola çevirir. İndi qol vurmaq sırası Neftçidə idi. Neftçi hesabda önə çıxdı. Əlbəttə uşaq liqalarında Nefəzəl və bunu gözləyir. Telman qapıya zərbə. Bunu gözləyir. Müdafiədən topu alıb qapıya zərbə indirsin. Komandanın 18 nömrəli futbolçusu Telman Rəcəbli çox fəaldır bugünkü oyunda. Artıq neçənci dəfədir ki, onun qapı istiqamətinə gedən zərbələrinin şahidi olmuşuq. Bu və biri yenidən daha bir zərbə, amma bəli, zərbəni indirilmişdi Səid. Ona toxunuş etsə də düz zədələnir. İnanmaq istərik ki, Telman ayağa qalxacaq və oyunu sona qədər davam etdirəcək. Neftçi komandasının heyətində qapıcı dəyişikliyi baş verir. Yunus Babayev oyuna daxil oldu və Fatih Camalov oyunu tərk etdi. İləriyə doğru ötürmə. Raul istiqamətinə Ədalət çox gözəl bir, ağıllı bir ötürmə etmişdi, amma burada oyuncular bir-birlərini yaxşı başa düşmədilər. Neftçi yenidən top alır. Raul Rəşidov. Raul. Nicatı keçmək mümkün olmadı. Nicat indi top aldı. Nicat sürət oyuncular çəkildi. Nicat zərbə top qapıdadır. Qarabağ son saniyələrdə bərabərlik qolunu vurur. Nicat Samanlı. Bu hücum bizə PlayStation oyunlarını xatırlatdı. Nicat toplar elədi, önü boşaldı. Çox maraqlı gol izlədik. İkinci hissədə vurulan hər iki gol çox gözəl və baxımlıdır. Nicat Saman oyunun sonlarında bu nə sürət idi axı. Gəlin vurulan golun təkrarına baxaq. Nicat Samanlı hardan gəldi? Topu atdı, rəqiblərini qabaqladı və sanki öz gücünü oyunun sonlarına saxlamışdı, qapıya möhtəşəm gol vurur və azarkeşlərə sevinc bəxş edir. Bugün 4 gol vurulub, hər iki komanda meydanın ən yaxşısıdır. İləriyə doğru ötürmə. Neftçi top aldı. Raul Rəşidov. Raul qapıya zərbə vurmaq lazımdır. Bir qədər gecikir Neftçi hücumu. Raul və indi qapı istiqamətində təhlükəli olmayan zərbə gəlir. Həyəcanlı anlar izləyirək və qayda yox. Pozulmadı. Nicat burada sona qədər oynayır. Qapıcı top meydana tərk edir və bitdi. Görüş başa çatır hörmətli futbol azarkeşləri. Hər iki komandaya bugünkü oyuna görə təşəkkür düşür. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Neftçidə komandanın bir nömrəli qapıcısı Fatih Camalov. Oyunun ulduzunu seçmək bugün çox çətin. Digər iki komanda yaxşı mübarizə apardı, amma rubrika sadiq qalaraq bir nəfər oyunun ən yaxşısı seçirəm. Bu isə Qarabağın 6 nömrəli futbolçusu Nicat Zamanlıdır. Elə bir vaxtda gol vurdu ki, Qarabağ azarkeşlərinə sevinç bəxş etdi. Sağ olun, gələn görüşlərə dək.